Biri günahkardır, çox günah eləyir. Biz ona rişxənd eləyə bilərik, ona ələ sala bilərik, yox, qəti qadağandır. Günahkarı da məsxərə eləmək, rişxənd eləmək, tənə vurmaq qadağandır. Hətta elə bir günah eləyib ki, cəzası var. Deyir, cəzasını ver, amma şəxsiyyəti ilə işin yoxdur. Şəxsiyyəti ilə işin yoxdur. Rişxənd eləmə, ələ salma, tənə vurma. Din ciddi yanaşır bu məsələyə. Din nə üçün belə deyir? Din ona görə deyir ki, istəyir fəza o qədər aram olsun, ictimai fəza aram olsun, hamı özünü cəmiyyətdə əmin-amanlıqda hiss eləsin, rahatlıqda hiss eləsin. Özünü gizlətməyə ehtiyac qalmasın. Belə bir ictimai mühit yaratmaq istəyir din. Fikir verirsiniz? Belə bir aram mühit. Elə bir ictimai fəza ki, orada danlaq olmasın, təhqir olmasın, məsxərə olmasın, qadağan olsun.